Təşəkkür edirəm. Həqiqətən də acınacaqlıdır bu sahədə vəziyyət. Bu dabaq xəstəliyinin belə geniş yayılması onu göstərdi ki, ümumiyyətlə kənd təsərrüfatına diqqət yetirilmir və heyvandarlığı ümumiyyətlə başlı başına buraxıblar. Uzun illərdir deyirik ki, kişilər, kadr hazırlayın. Sən, məsəl üçün, indi gətirib kənd təsərrüfatı naziri iqtisadçını qoya bilərsən. Amma sabah o heyvanları müalicə edən iqtisadçı olmayacaq. Onun üçün baytar həkim yetişdirmək lazımdır. Sabah məhsul istehsalını təşkil edən, orada mövcud olan problemləri aradan qaldıran, torpağı münbitləşdirən, deməli, nazir müavini olan o politoloq olmayacaq, ondan sonra hüquqşünas olmayacaq, agronom yetişdirin. Deyirdik, baytar həkimdir, agronomdur, zootexnikdir, bunlar yetişdirilməlidir. Bunlar olmasa kənd təsərrüfatı inkişaf eləməyəcək. Kadr yetişdirmək lazım. Kadr yetişdirilmir və bugün diplomla gələn, deyək ki, bəziləri və yaxud elə diplomsuz ora, bilirsiniz, məsəl üçün o sahəyə məhsul olanlardan biri, baytarlığa məhsul olanlardan biri yüksək vəzifədə, agronomdur. Agronomu sən agronom kimi, bunlar elə bilir ki, kənd təsərrüfatı mütəxəssisidirsə, agronomu hər yerə qoymaq olar. İndi özləri bilirsiniz, özləri hər yerə qoyulub deyin, özləri. Məsəl üçün, iqtisadçı gətirib onu kənd təsərrüfatı naziri qoyublar. Düşünür ki, indi elə iqtisadçı var ki, məsəl üçün, iqtisadçı agronom var. O ola bilər. O həmin agronom iqtisadçı gedir, agronom iqtisadçı ola bilər. Amma bu, sırf digər sahə ilə məşğul olan iqtisadçının orada nəyi var? Söhbət ondan getmir. Yəni, kadr çatışmazlığı bir. İkincisi də məsuliyyətsiz. İkincisi də funksiyasını bilməmək. Kənd Təsərrüfatı Nazirliyinin öz funksiyasını bilməyin. İşinin nədən ibarət olduğunu bilməmək. Müxbir sual verir onlara ki, ölkədə geniş yayılır bu dabaq xəstəliyi. Qarşılayıcı tədbirlər görürsünüzmü? Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü deyir ki, o bizim işimiz deyil ki. Deyir, kimin işidir? Deyir, o Qida Təhlükəsizliyi Agentliyinin işidir. Adam bilmir. Sonra müxbir mənə sual verir ki, biri deyir ki, bizim işimiz deyil, o birisi də deyir, bizim işimiz deyil. Bu kimin işidir? Adam bilmir ki, bilirsiniz, Kənd Təsərrüfatı Nazirliyi istehsal prosesində əgər heyvanların arasında xəstəlik yayılırsa, onun işidir. Nəzarət eləmək, vaxtında deyək ki, vaksinasiya, peyvəndləmə aparmaq və nəzarətdə saxlamaq. Bu, yalnız heyvanlar, yalnız özləri xəstələnmir ki, heyvanlardan həm də insana keçə bilir. Bu bir. İkincisi də heyvan xəstələndi, tələf oldu, ət istehsalı azalacaq, süd istehsalı azalacaq, heyvanların baş sayı azalacaq. Bir məsuliyyət hiss eləməlidirlər bunlar. Bunlar özlərində məsuliyyəti hiss eləmir. Vəzifələri nədən ibarət olduğunu bilmirlər. Bir müddət əvvəl sual vermişlər ki, onlara kərə yağının qiyməti artıb və ölkəyə daha çox kərə yağı idxal olub, bu nə ilə bağlı deyil. Onunla biz məşğul olmuruq, ondan məşğul olan İqtisadiyyat Nazirliyi. İqtisadiyyat Nazirinə zəng eləyir müxbir və bunu indi bizi eşidirlər də, onlar da bunlar. Deməli, orada da deyirlər ki, biz məşğul olmuruq, bundan Kənd Təsərrüfatı Nazirliyi. Təsəvvür edin. Yəqin üçün məşğul olmuruq. Tamamilə doğru. Görünür, ölkədə heç kim bu işdən məşğul olmur. Bu və digər işlərdən məşğul olmur. Zəng gelir, deyir ki, bazarlarda qiymət artıb, deyir, bazar tənzimləyir. Adam funksiyasını bilmir. Baxın, deməli, ərzaq təhlükəsizliyinin təminatı nədir? Bu bilməlidir. Bununla hansı dövlət qurumu məşğul olur? İlk növbədə Kənd Təsərrüfatı Nazirliyi. Söhbət ərzağın fiziki cəhətdən təminatından gedir. Yəni, adam başına nə qədər ərzaq istehsal etməlidir. Kim təşkil etməlidir? Bunu Kənd Təsərrüfatı Nazirliyi təşkil etməlidir. Bu ərzaq təhlükəsizliyi nə deməkdir? Ərzaq təhlükəsizliyi deməkdir, kifayət qədər, deyək ki, ölkənin tələbatı qədər ərzaq istehsal olunsun. Bir hissəsi də ehtiyat yığılsın. Birdən indi olur da hadisə. Deməli, digər tərəfdən ərzağın qiyməti əhali üçün əlçatan olsun. Baxın, o prinsiplərdən biri odur. Ərzağın keyfiyyəti deməli, standartlara cavab versin. Bu işin hamısı düşür Kənd Təsərrüfatı Nazirliyinin üzərinə. Bunlara da sual verəndə bunlar deyir ki, biz deyilik, başqasıdır. Yəni, öyrəniblər. Yaxşı, adamdan soruşarlar, sən orada əyləşib gün ərzində və yaxud da bir ayda, bir ildə hansı işdən məşğulsan?